Elektron siqaretlərin gizli təhlükələri. Vaping. O hər yerdədir. Təhlükəsiz alternativ kimi reklam olunur. Zərərsiz bir seçim. Sadəcə su buxarıdır, elə deyilmi? Səhvdir. Bugün biz vaping sənayesinin sizdən gizlətməyə çalışdığı təhlükələri ifşa edəcəyik. Birincisi, gəlin ən böyük mifi alt-üst edək. O udduğunuz buxar ki var, o su buxarı deyil. O toksinlərlə dolu kimyəvi bir aerozoldur. Biz kanserogenlərdən, məsələn, formaldehiddən danışırıq. Bu, meyitləri saxlamaq üçün istifadə olunan eyni kimyəvi maddədir. Qurğunun qızdırıcı spiralından birbaşa ağciyərlərinizə sızan qurğuşun nikel və xrom kimi ağır metallardan söhbət gedir. Bəs o, təhlükəsiz dadlandırıcı kimyəvılar? Mədəniz üçün bəlkə də təhlükəsizdir. Lakin qızdırılıb tənəffüs edildikdə diasetil kimi birləşmələr ağciyərlərdə geri dönməz zədələrə, xalq arasında popkorn ağciyər xəstəliyi adlanan vəziyyətə səbəb olur. Amma hər şey daha da pisləşir. Veyplərin çoxu ənənəvi siqaretlərdən daha sürətli sorulması üçün hazırlanmış nikotin duzlarına ehtiva edir. Bu, xüsusilə gənclər üçün təhlükəli olan güclü asılılıq yaradır. Əgər yaşınız 25-dən aşağıdırsa, beyniniz hələ də inkişaf etməkdədir. Nikotin, sözün əsl mənasında neyron yollarınızı yenidən qurur. Yaddaşı, diqqəti və impulslara nəzarəti zədələyir. Hamilə qadınlar üçün isə bu, döl üçün toksikdir və ciddi fəsadlara yol açır. CDC, xəstəliklərə nəzarət və profilaktika mərkəzləri bunu təsdiqləyib. Bu cihazlar sizi tez bir zamanda tora salmaq və asılı saxlamaq üçün hazırlanıb. İlk nəfəsdən etibarən vaping ürək damar sisteminizə hücum edir. Araşdırmalar göstərir ki, o dərhal arteriyalarınızı sərtləşdirir və qan təzyiqini kəskin artırır. Bu da erkən infarkt və insult üçün zəmin yaradır. Avciyərləriniz, xroniki iltihab, astma, kəsilməyən öskürək. 2019-cu ildəki İvalı epidemiyasını xatırlayırsınızmı? Həmin kəskin avciyər zədələnməsi böhranı 3000-ə yaxın insanı xəstəxanaya yerləşdirdi və 68 nəfərin ölümünə səbəb oldu. Bu, qanunsuz kartriçlərdəki E vitamini asetatı ilə bağlı olsa da, adi vaping hələ də hər gün ağciyər toxumanıza xroniki zərər vurmağa davam edir. Sənaye vapingin siqaretdən daha az zərərli olduğunu deməyi sevir. Amma bu təhlükəli bir təhrifdir. Bəli, qatran daha az ola bilər. Lakin siz bir növ toksini digəri ilə dəyişirsiniz. Siqaret tüstüsündə olmayan metallar və aldehidlər. Bir çox insan hər ikisini istifadə edərək toksik təsirləri birləşdirir. Və budur əsl faciə. Heç vaxt siqaret çəkməyən yeniyetmələr üçün vaping nikotin asıllığına və ənənəvi tütün istifadəsinə gedən bir qapıdır. Bu, zərərin azaldılması deyil, zərərin yaradılmasıdır. Hətta nikotinsiz veyplər belə təhlükəsiz deyil. Gliserinin termal parçalanması akrolein və formaldehid istehsal edir. Bu kimyəvi maddələr iltihab və hüceyrə mutasiyalarına səbəb olur. Elmi həqiqətlər qətidir. CDC, NIH, Milli Sağlamlıq İnstitutları və Amerika Ağciyər Assosiasiyası hamısı razıdır. Vaping təhlükəsiz deyil. Siz zərərsiz buxar udmursunuz. Siz beyninizi məhv edən, ürək damar sisteminizi dağıdan və ağciyərlərinizdə çapıqlar qoyan kimyəvi kokteyllə nəfəs alırsınız. Seçim sizindir. Amma artıq sənayenin gizlətməyə çalışdığı həqiqəti bilirsiniz. Bu mesajı paylaşın. Həqiqəti yayın. İnsan həyatı bundan asılıdır.